Hər vaxtınız xeyir olsun, hörmətli şagirdlər və valideynlər. Mən İlqar Həsən, bugün sizə 3-cü ixtisas qrupu üzrə ən son formalaşmış keçid ballarını təqdim edəcəyim. Bu ballar 2025-ci ildə ixtisas seçimi prosesi nəticəsində Dövlət İmtahan Mərkəzi tərəfindən bizə rəsmi şəkildə təqdim olunmuş ballardır. Göründüyü kimi burada yeni ixtisaslar da yer alır. 2026-cı ildə ixtisas seçimi edəcək bütün şagirdlər bu ballardan istifadə edərək ixtisas seçimi prosesində iştirak edəcək. Belə ki, kanalımıza abunə olmağı və bu videonu bəyənməyi unutmayaq. Belə ki, ən son keçid ballarını sizlərə təqdim edirəm.